Cənablar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Son dəqiqə dəhşətli bir xəbər çatdıracağam sizə. Şeyxi vurdular. Şeyxi vurdular. Niyə vurdular, nətər vurdular, necə vurdular, hamısını burada deyəcəm. Və başqa xəbərlərim də var, onları reklamını edib keçəcəyəm YouTube'dakı yayımıma. Deməli, dəyərli həmvətənlərim, axşamki yayımı qətiyyən izləməyin, axşam sensasiya. Ölkəni və dünyanı silkəliyəsi xəbərlər verəcəyəm, inşallah. Değerli soydaşlarım, yadınızdadırsa Bandadenin reisini vurdular dedim. İnanmırdılar. 10 gündən sonra ham paylaşdı. Mən deyəni, düzdür, kəfəni yırtdı, çıxdı o. Amma həmənki adam deyil də, daha Əlin Ağayevin əlinin altında elə bir ki, bir çubraşqadır. Değerli dostlar, indi də Bəylər Əyyubovdan sonra şeyxi də vurdular. Necə vurdular? Gəlin deyim sizə. Bu günləri ən yüksək səviyyədə söhbət gedibdi, mənim adamlarım da orada olubdu. En yüksek seviyede, nazirler seviyesinde söhbət gedib və orada danışılıb. Şeyx, biri soruşub şeyx niye bayram namazına iştirak eləmədi? O biri də deyib ki, sən bilmirsənmi? Şeyxi vurublar. Şeyxi vurublar. Deyib necə vurdular, nətər vurdular? Deməli, Nərimanovda öz sarayından, villasından çıxan şeyx bilirlər ki, yəni vuranlar bilib ki, hamı bilir ki, o güllə keçirməz Maybakdan gedir. Və həyətindən çıxıb yola düzəlib elə sürəti artırmaq istəyirdi ki, birdən qapının ağzında planlı sürətdə şeyxin arabasına araba çırpılıbdı. İstər-istəməz araba açılıb, sadə bir adam kimi düşüb, şofer də istər-istəməz qapını açıb düşməlidir də, niyə belələdin, niyə vurdun? Qapını açan kimi tez, qapı açıqsa deməli qapılar bağlı deyil. Daldakı qapını açıblar ya qabaqçı qapıdan. Bir neçə mərmi sıxıblar və dalda oturan şeyx qapını açan kimi, çəkən kimi, piştonunu çəkən kimi, indi elə danışıram şikayət olmasın, şeyx uzanıb sireniyaya, uzanıb, başını belə tutub uzanıb. 2 dənə arxadan dəyibdi. Biri düz onurğasına dəyib, bir də kürəyinə dəyib. Şeyx o biri dünyaya gedəsidir, getməlidir, getməsə də iflic olubdur, onurğasını darmadağın eləyib, birbaşa iflic olub şeyx. Hadisə olubdur, bugün 4-cü gündür. Dəyərli həmvətənlərim, hadisə səhv etmirəmsə 27-si günü səhər tezdən olubdur. Hadisə deyil, bütün yuxarı təbəqədə hamı bilir ki, şeyxi mehriban vurdurubdur. Bəyləri də, şeyxi də mehriban vurdurubdur. Hamı bilir bunu. Ancaq hər şey elə mehribanın boyuna yıxırıq. Əcaba, əslində mehriban adından mı vurdururlar bunlar? Mehriban adından mı vurdururlar? Yoxsa mehriban həqiqətən bu köhnələrin hamısını təmizləyir mi? Bir planı mı var?